Sabahınız xeyirli olsun, hörmətli izləyicilər. İyun ayının 20-sində səhər Ordubad rayonunun TV kəndindən sizlərə salamlayıram. Saat 6:30. Günəşin şüaları görsənir, özündən xəbər yoxdur. Hava çox sərindir, heç yaya oxşamır. Sabah yay girir, may ayına bənzəyir. Görüntü olaraq avqust ayıdır. Havanın hərarətinə görə may ayı. Aprel də demək olar. Fevral ayı digər aylardan isti oldu. Hələ canımız qızmayıb. Payıza nə qaldı ki? Səkkiz 9 ay qış ya da ki buna bənzər fəsillər yaşayırıq. Günəş üzün göstərdi. Yenə dağ döşündə dənərləndi qar, yenə zirvələrin həsrətində qal. Sel qopdu, dəriyə düşdü qalmaqal, bir ocaq başında bir isinməsək. Sən kimə gərəksən, mən kimə gərək? Keçək dərələrin boğanağından, keçək dolayların doğanağından, günəşin zirvədə doğan anından, nur alıb buyurda səpələnməsək, sən kimə gərəksən, mən kimə gərək? Səhər Məhəmməd Arazın Xudu Məmmədova ithaf elədi, şeir tam yerinə düşdü. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşək.